nə qədər insanlara dəstək olub. Elə şəxsən mən özümə də 8 il bundan qabaq, 7 il bundan qabaq Manafın da mənim yəni üzərimdə əziyyəti olub. O insan həqiqətən də mən itirmərəm. O insanın yaxşılığını deyirəm ki, yəni itirmərəm. Oradan əli danışır, video çəkir, nə bilim, Manaf Ağayevin səsini qoyur ora. Güya ki, Manaf haqsızdır, amma əslində Manaf Ağayev haqlıdır. Gedin aşağı. Düşün aşağı. Oradan denən mənə su getsinlər. Oradan su getirsən mənə. Yəni mən bu canlını ona görə açdım ki, bizim birliyimiz olmalıdır. Birlik olmalıdır. Sabah inarım mənim üçün də qıraqdan gəlib kimsə nəsə deyəcək, danışacaq ağzına gələni. Belə biz də sakitcə dayanaq, heç nə deməyək. Yəni o birlikdir. Mən görürəm, baxıram ki, həqiqətən də yıxılana balta çalan insanlar o biz. Yıxılmayaq. Yıxıldıqsa heç. Yıxıldıqsa bizə balta çalacaqlar. And olsun Allah'a. Gör işin harasıdır ki, hara gəlib çıxıb ki, nə bilim, 50 mən tanımıram. İndi jurnalisti özünə görə. Orada deyir, Manafçik, nə bilim, nə. Bəs yaxşı, sən özünə nətər sıxışdırırsan ki, əlicik sənə desinlər. Əlicik sənə desələr, sənə nətər xoş olar? Heç kişiyə elə tərzə at deyər. Mənim yəni qorxum üçün yoxdur, qurban olma Allaha. Mənə tanıyan tanıyır, bilən bilir. Yəni, əliciklər də bilməlidir ki, Manaf kimi sənətkarların, Manaf kimi oxuyanların arxasında da bizim kimi qardaşları var, bizim kimi dostları var. Sən Manafa deyə bilmərsən Manafçik. Amma biz yığışıb, biz sənət aləmi, biz yaxınları, biz dostları yığışıb, əlicik deyib, müraciət eləyib, paylaşsaq, sənə xoş olmayacaq. Nə də mən heç kəs gətirib deməyiblər ki, bu şeyləri denəm, bu şeyləri danışıram. Mən and olsun Allaha baxıram, əsəb keçirdirəm də. Yəni o durub o TikTokda görürəm ki, əli kimdir, mən heç bilmirəm kimdir, tanımıram. Durub eləncə ilə Manaf haqqında danışmağı mənə xoş deyir, mənə ləzzət eləmir. And olsun Allaha. Bu canlını mən ona görə açmışam ki, hərə öz yerin bilsin, hərə geçsin öz işi ilə məşğul olsun. Sən blogersən, sən nə bilim xəbər sahibidir, nə bilim sonra nə deyirlər onlara. Yəni sən jurnalistsən, sən nə işin var Manaf Ağayevlə, sən Ayəli, sən nə işin var Manafla, sən nə işin var mənə, sən nə işin var o birisilə, sən nə işin var. Ged öz işi gör, öz işindən məşğul ol. Bu günləri mənim canlını ona görə açıram ki, yəni istəmirəm də, yəni qıraqda elə dayanım, baxın. Elə 2-3 gündür mənim başım qarışıqdır. Dedim, canlı açacağım. Mən canlıda